Bulluq sualların izahına davam edirik. Yenə də deyim, 20 sınaq 3-cü qrup kitabından bir sualın izahına baxaq. Uyğunluğu müəyyən edin. Nisbətən çaşdırıcı, biraz dərin bir sualdır. Yəni biraz diqqətli olmaq lazımdır. Çətin deməzdik, diqqətli olmaq lazımdır. 1 tərkibinə görə bir cür təhlil olunur. 2 tərkibinə görə iki cür təhlil olunur. Biz bir-bir sözləri təhlil etməliyik. Biz başlayaq Y bəndindən. Yazdırmaq sözünün kökü olur yaz, dır leksik, maq qrammatik. Bu bir cür təhlil olunur, başqa cür təhlildə bunun yoxdur. Ona görə bu aidi bir cür təhlil olunan aid. Saxla sözünə baxaq. Sözün kökü saxla, saxla feili, d isə qrammatik şəkilçidir, yəni zaman şəkilçisidir. Ona görə bu sözü də başqa cür təhlil etmək mümkün deyil. Bu da bir cür təhlil edilənlərə aiddir. Keçək dərə sözünə. Dərə sözünü elə üzərində bir dənəsini təhlil edək. Dərə, təpə mənasında. Sözün kökü dərədir. Altdan biz yazsaq dərə sözünü yenə də. Dərə sözü başqa hansı söz ola bilər? Kaş o mənə gül dərə. Yəni arzu şəklində olacaqdır. Kaş mən dərəm, sən dərəsən, o dərə. Bu zaman olacaq arzu şəkli. Yəni bir olacaq sözün kökü. Təkcə sözün kökündən ibarət, bir də kök və qrammatik şəkilci. Bu dərə sözü iki cür yazılanlara aid, təhlil olunanlara aid. Keçək biz ana sözünə. Ana sözü də maraqlıdır. Ana sözü necə ola bilər? Bir var ana, valideyn mənasında sözün kökündən ibarət. İkinci, ana sözü var ki, bu ana qədər, yəni bu vaxta qədər, sözün kökü an. Vaxt mənasında ana, a burada olur yönlü kal şəkilçisi. Bu oldu iki cür. Bir də deyə bilərsiniz ki, ana sözü var. Bu da yenə arzu şəkli olur. Məsələn, kaş o bizi tez-tez ana, yəni yadına sala mənasında yenə də dərə sözündə olduğu kimi arzu şəklindədir. Sözün kökü olur anmaq feili, a isə arzu şəklinin şəkilçisi. Burada ilk baxışda biz üç cür təhlil olunu deyə bilərik, amma diqqətli olsaq görürük ki, burada iki cür təhlil var. Bir var sözün kökü, təkcə sözün kökü, valideyn mənasında ana, bir də var ki, digər iki söz kök və qrammatik şəkilcidən ibarət. Ona görə ana sözü iki cür təhlil olunanlara aid ana söz qaldı. Qaçaq sözü. Qaçaq sözü də maraqlıdır. Qaçaq sözünü burada yazaq. Qaçaq sözü bir var. Qaçaq nəbi? Sözün kökü qaçmaq, aq isə leksik şəkilçidir. Çünki yeni söz, feildən yeni söz yarandı. İkinci qaçaq sözünü yazaq biz bura. Qaçaq sözü ikinci ola bilər ki, mən qaçım, sən qaç, o qaçsın. Yəni əmr şəklində. Biz qaçaq əmr şəklində. Sözün kökü olacaq qaç, aq isə onda olacaqdır şəxs şəkilçisi. Bir də qaçaq sözü var, üçüncü qaçaq. Kaş biz qaçaq. Yəni bir dənə kaş qoyanda artıq arzu şəklində çevrilir. Qaçmaq sözün kökü. Burada arzu şəkilçisini ayırıq. A ayrı, Q ayrı. Yəni iki qrammatik şəkilçi. Deməli qaçaq sözündə bir də diqqət yetirək. Üç cür təhlil olunur. Bir var kök və leksik şəkilçi, birincisi. Bir var ikincisi kök və təkcə bir qrammatik şəkilçi. Üçüncüsü isə kök, leksik yoxdur burada. Kök, iki dənə qrammatik şəkilçi. Deməli burada üç cür təhlil olduğu üçün bizim cavabımıza aid oluna bilməz. Yəni qaçaq sözünü biz cavabdan çıxacaq. Çünki burada üç cür təhlil olunan variantı yoxdur. İndi uyğunlaşdırsaq, bir cür təhlil olunanlar hansı oldu? Saxladı, yazdırmaq. Demək, bir olacaq D, Y. İkincisi, iki cür təhlil olunanlar ana, bir də dərə. Yəni B, C. Bu da oldu A bəndi.